Hər birinizə salamlar əzizlərim. Dediyimiz vaxtda başladıq həmişəki kimi. Və bugün çox maraqlı bir mövzumuz var. Artıq bilirsiniz, kommunikasiya ilə istədiyimiz hər şeyi əldə eləyə biləriksə, niyə əldə eləmirik və nəyə görə gedirik? Biz çox zaman yanlış tərəflərə doğru. Necə eləyək ki, biz artıq həyatda istədiyimiz hər şeyi əldə eləyə bilək. Suallarınız olsa yazarsınız. Burada qaydaları pozan hər kəs chatdan bloklanır. Səhifədən də bloklanır mane olan hər kəs. Bunu yadınızda saxlayın. Chatlarımız hər zaman açıq olur, hər zamanki kimi. Bir nəfər yenə mane olur və biz onu bloklayırıq acilən. Həmişəki kimi. Hə, bizim webinar otağı dolana qədər mən qısa bir məlumat paylaşmaq istəyirəm. Daha sonra isə biz mövzumuza başlayacağıq. Mənim üçün bu gün sizlərə çatdırmağım maraqlı olan mövzu odur ki, bizlər nəyə görə gedirik kommunikasiya üsullarını belə başqalarından öyrənməyə çalışırıq. Amma bu öyrəndiyimiz üsullar nəticə vermir çox zaman. Və biz nə edə bilərik ki, biz artıq istədiyimiz hər şeyi əldə edə bilək, amma bu kör təbii şəkildə olsun. Yəni öyrəndiyimiz kommunikasiya üsulları ilə və yaxud da manipulyasiyalarla və s. baş verməsin bunlar. Bu daha çox təbii şəkildə baş versin. Okay? Əla. Və kommunikasiya sözünü çoxlarınız tərcümə edə bilər. Əlaqə kimi, ünsiyyət kimi və s. bunu görürəm, amma sırf belə deyərlər, kommunikasiya desək daha yaxşı olar bu gün, belə düşünürəm. Ara-ara digər sözlərdən də istifadə eləyə bilərəm. Amma sizlər üçün çox-çox vacibdir diqqətli olmaq bu canlı yayım ərzində. Əgər istəyirsinizsə həqiqətən də nəsə götürmək. İlk öncə qısa bir məlumat verim, özümü tanıdım. Daha sonra biz ümumiyyətlə bu canlı yayımda nəyə görə yığışmışıq, biz onu anlatım. Daha sonra webinar otaqlarımız da tam olaraq dolsun və biz canlı yayıma başlayaq. Mən Əsir Üstəmli artıq 5 ilə yaxındır bu işdəyəm. Mən koçam, mentoram və təsisçiyəm. Əsir Övşən Akademiyini təsis eləyəndə mən həm koçlar hazırlamaq, həmçinin də koçlar hazırlamaqdan əlavə insanlara faydalı olmaq, insanların öz həyatlarının, öz ssenarilərini necə yazırlar, onları anlatmaq mənim üçün çox-çox vacib idi və 5 il ərzində biz bunu elə bacardıq ki, artıq nəticələrimiz 5000-ə çatırsa, digər tərəfdən isə bizim artıq 70-dən çox məzun koçumuz da var, hansı ki, mənim metodumla öyrəniblər, beynəlxalq ikili sertifikat alıblar, bu sahədə işləməyə başlayıblar və s. və s. Və əlbəttə ki, bir iş qurmuş olmaq, həyatda bir yerə gəlib çatmış olmaq, xüsusən də öz gücünə etmiş olmaq, mənim kimi hər şeyi, bu elə də asan bir şey kimi görsənməsin sizlərə. Çünki çox zaman nə isə bacarmış bir insan gördüyü zaman bir çox insanlar onlar başlayırlar düşünməyə ki, bura kimsə kömək eləyib yəqin, belə mümkün deyil, burada nəsə yalan var, məndə alınmaz, yox bu mənim girəcəyim yol deyil, yox mən rahat işləyə bilmərəm, yox mən rahat qazana bilmərəm və s. və s. Əslində isə belə deyil. Hər şeyin çox sadə bir izahı var və o izahları mən bugün sizlərə vermək istəyəcəyəm. Bugün biz burada isə niyə yığışmışıq? Çünki artıq çoxlarınız gördünüz. Tezliklə 8-9 aprel tarixlərində ödənişsiz şəkildə mastermind keçirəcəyəm mən. Hansı masterminddə ki, mən sizlərə göstərəcəyəm necə coaching sahəsinə başlamaq, bu sahədə iş qurmaq bunu. Daha sonra kimlər ki istəyəcək davam eləmək, onlar çox rahatlıqla bu 2 günlük masterclassın ISO təsdiqli sertifikatını götürəcəklər. Bizim şirkətin də loqosu olan. Daha sonra burada təkcə sertifikatdan getmiş söhbət. Həmçinin də burada biz sizinlə bərabər bu 2 gün ərzində o qədər çox şeylər eləyəcəyik ki, çünki birinci webinarımız bizdə sırf coaching metodunu öyrənməkdirsə, ikinci webinarımız da sırf necə coachingi hər hansısa bir
biznesə çevirmək və yaxud da mövcud biznesiniz varsa, onun üzərindən necə daha çox satışlar eləmək, şəxsi brendinizi qurmaq və s. və s. Biz bu haqda araşdıracağıq. Qısacası bizim keçirəcəyimiz bu demo proqram mən düşünürəm ki, 7-dən 77-yə hər kəs üçün çox-çox vacibdir. Yəni düşünürsünüzsə ki, yox, mən iş qurmağı düşünmürəm, sizin üçün də vacibdir. Düşünürsünüzsə ki, yox, mən pul qazanmaq istəmirəm, sizin üçün də vacibdir. Düşünürsünüzsə ki, yox, mən onsuz da çox qazanıram, sizin üçün də vacibdir. Düşünürsünüzsə ki, yox, mən işlərimi qurmuşam, onsuz da hər şey yaxşıdır. Sizin üçün də vacibdir. Yəni fərqi yoxdur. Siz işləyirsiniz, işləmirsiniz. Siz iş qurmusunuz, qurmamısınız. Heç fərqi yoxdur. Hamı üçün çox vacibdir. Nəyə görə bilirsiniz? Çünki günümüzün ən dəyərli bir yatırımı günümüzdə bu şəxsi brendə olan yatırımdır və əlbəttə ki, şuuraltımıza edilən yatırımdır. Çünki günümüzdə bu qədər dalğalı bir dövrdürsə, biz baxırıq nə vaxt nə başlayır, kim müharibə eləyir, harda tornado çıxır, biz bilə bilmirik. Və qəribədir ki, belə bir dövrdürsə əgər, biz bilə bilmirik ki, nə vaxt biz malımız, mülkümüz hara olacaq, harda ilişib qalacaq, ümumiyyətlə dövlətlər öz aralarında nə edir, qiymətlər necə dəyişir və s. və s. Ən dəyişilməz yatırım, ən yaxşı yatırım hər zaman bizim öz şüuraltımıza, özümüzə etdiyimiz yatırımdır ona görə də. Çünki bu heç yerə getmir. Digər tərəfdən isə hansı ölkəyə köçsəniz də, nə etsəniz də özünüzlə apara biləcəyiniz tək investisiya hansı ki sizə heç bir pul qoymadan başa gəlir, amma çox da pul qazanırsınız. Bax, bu da şəxsi brenddir. Çünki baxın, ən azından mənim səhifəm var, düzdür? 100 mindən çox izləyicim var, YouTube-um var, şəxsi brendim var. İnsanlar mənim ad familiyamı tanıyırlar, insanlar mənə güvənirlər. Və mən hansı ölkəyə getsəm də, harda yaşasam da, sırf insanlar mənim adımı tanıyır, şəxsi brendimi bilirlər, buna güvənirlər deyə mən hara getsəm də pul qazana bilirəm. Hara getsəm də nə iş istəsəm qura bilirəm. Sırf ona görə ki, insanlar mənə artıq güvənir. İnsanlar adımı artıq tanıyır. İnsanlar artıq arxamca gələn insanlar var, belə deyərlər. Buna şəxsi brend deyirik biz. Və çox insan düşünür ki, indiki zamanədə iş qurmaq çətindir, yaxud da hər hansısa bir onun qabağa getmək deyə qısacası, əslində isə o qədər də çətin deyil. Əslində isə gözdən qaçırdığımız bəzi şeylər var. Baxın, ümumiyyətlə nə qədər ki xurafələrə inanacaqsınız, o qədər də çox geridə qalacaqsınız. Niyə? Çünki insanlar, xurafələr danışan insanlar, ümumi fikirlərlə danışan insanlar nə deyirlər çox zaman? Onlar deyirlər ki, pulun yoxdursa iş qurma və yaxud da təhlükəlidir və yaxud da şansın gətirsə yaxşı ərə gedərsən və yaxud da bəxtin olsa yaxşı evliliyi eləyərsən və yaxud da sənin şansın var ki, rəfiqələrim var, mənim şansım yoxdur və s. və s. Ya da nə vaxtsa pul gəlsə mən səyahət eləyərəm. İnsanlar öz xəyallarını, məqsədlərini, arzularını, ona verilən həyatı xurafələrə qurban eləyirlər çox zaman. Niyə? Çünki əsas açarı bilmirlər deyə. Yəni əsas açar nədir burada? Necə olur ki, bəzi insanlar həyatlarını istədikləri kimi qururlar, istədiyi vaxt istədiyi şey eləyə bilirlər. Bəzi insanlar isə davamlı xurafələrdə ilişib qalırlar. Necə olur bu? Bax, bugün biz bu barədə danışacağıq. Əsas açar nədir hər şeydə? Mənim hər zaman dediyim kimi, əsas açar odur ki, bizlər bütün dünyadakı insanlar 7-dən 77-yə fərqi yoxdur kim, əldə etdiyimiz hər şey bu həyatda nə əldə etmək istəyiriksə onlar hamısını biz həmişə kommunikasiya ilə, yəni ünsiyyətlə, əlaqə ilə yaradırıq bunu. Bir də deyirəm, diqqətlə dinləyin. Biz bu həyatda nə əldə eləyiriksə, ya dolayısı yolla, ya da birbaşa kommunikasiya ilə əldə eləyirik. Yəni elə bir insan yoxdur ki, nə vaxtsa hər hansısa bir yerdən nəsə qazanıb, amma o qazanma sürəcində heç bir kommunikativ üsuldan istifadə eləyə bilməyib. Mən niyə dedim ünsiyyət, əlaqə sözlərini istifadə eləməyəcəyik, sırf kommunikasiya istifadə eləyəcəyik? Çünki kommunikasiya daha geniş sözdür. Ünsiyyət deyəndə sırf burada danışıqla ünsiyyət nəzərdə tutulur, amma kommunikasiya hər şeyin. Kommunikasiya nədir bilirsiniz? Hətta enerji ilə ünsiyyət belə buna da daxildir, kommunikasiya sözünün daxilinə.
Yəni, məsələn, deyək ki, siz hansısa bir xanımsınız, hansı bir restoranda oturmuşdunuz və yan masadakı bir bəy səssizcə sizin masanın menyunun ödənişini elədi, yediyiniz bir şeyləri və səssizcə çıxıb getdi, heç təşəkkürü belə eşitmədi və sizə elə gəlir ki, yaradandan bir hədiyyə aldınız. Bəli, bu tərəfi də var məsələnin, amma əslində siz enerji ünsiyyəti qurdunuz. Orada özünüz də bəlkə o bəyi fərqində deyildiniz ki, orada oturub sizin yediklərinizin ödənişini eləyəcək kənardan. Amma əslində o sizə baxdı və hər hansısa bir kommunikasiya yarandı aranızda. Siz onu görməsəz də. O sizin enerjinizlə qidalandı, o sizdən nəsə gördü və bu kommunikasiya baş verdi aranızda. Və o enerji alım verimi sayəsində o insan düşündü ki, aha, ödənişi eləyim. Heç səssizcə çıxım gedim, heç təşəkkür belə istəmirəm. Ən böyük təşəkkür elə belə bir xanımın ödənişini eləməkdir. Tutaq ki. Və yaxud da hardansa nə vaxtsa sizə müdiriniz zəng eləyir, keçmiş müdiriniz sizə deyir ki, mən sənə işdən çıxmısan, amma sənə 2000 AZN premiya vermək istəyirəm. İşdən çıxmısan, amma sonra. Sizə elə gəlir ki, siz heç nə eləmədiniz, əldə etdiniz bunu. Əslində isə bu yenə də kommunikasiya ilə əldə etdiniz. Hətta siz əgər kriptovalyuta ilə trading eləyərək pul qazanırsınızsa belə, bu belə kommunikasiya sayəsindədir. Necə? Çünki heç bir kripto tacir belə deyərlər, uğurlu ola bilmir əgər o insanların və dünyanın ehtiyaclarını həmin anda anlamırsa. Yəni öngörə bilmirsə hər hansısa bir müharibəni, hər hansısa bir problemi, hər hansısa bir qlobal dəyişiklikləri, başqalarının arasında baş verən kommunikasiyanı və s. çözə bilmirsə, o heç zaman bu qədər tək görsənən bir sahə belə IT-dir, kripto dünyasıdır və s. bu sahələrdə belə uğurlu ola bilmir. Yəni, keçən gün mən master koçlarıma da deyirdim. Baxın, insanı əslində həyatda saxlayan şey kommunikasiyadır. Çoxumuz bunun fərqində deyilik. Belə bir araşdırma keçiriblər. Bunu mən yenə ChatGPT-dən dəqiq soruşmağı unutdum, amma siz soruşarsınız. Mən də bu dəfə unutmayacağım. Kimsə yadıma salır. Bu dəfə ChatGPT-dən dəqiq soruşacağam mən ki, bu araşdırma tam dəqiq necə keçirilmişdi. Amma xatırladığım qədərilə belə bir şey olub. Dəqiq araşdırma keçirilib, research keçirilib xaricdə. Yeni doğulmuş uşaqlar, onları ayaqda saxlayan şey nədir deyə, yeni doğulmuş insanları ayaqda saxlayan şey nədir deyə və onlar kommunikasiya üsulu olmadan həyatda qala bilərlərmi deyə araşdırmaq üçün yeni doğulan uşaqları bir otağa qoyurlar, onlara heç bir kommunikasiya, yəni dil, danışıq vasitəsi olan yetişkin biri, dünyanı tanıyan biri, heç kəs onlarla əlaqə keçməmək şərti ilə onlar bir otağa qoyulur, sadəcə belə bir yer açılır, aşağıdan yeməkləri sürüşdürülür, onlara verilir. Всё. Başqa heç nə, sadəcə yeməkləri verilir, bunlar bir müddət uşaqlar qalır və heç bir danışıq olmadan, səhv eləmirəmsə, uşaqlar təmizlənir və s. heç bir ünsiyyət üsulu olmadan. Və səhv eləmirəmsə 6 ay çəkmir ki, heç uşaqlar tələf olur. Və bu nədir? Bunu daha dəqiq biz taparıq ChatGPT-dən. Bu nəyi göstərir ümumiyyətlə? Hətta bu bəli, çoxunuz yazırsınız ki, görmüsünüz bu təcrübəni. Bəli, çünki insan Maquli deyil. Maquli belə heyvanlarla danışa-danışa rəvayətə görə sağ qalır heyvanlar aləmində. Dünyanı tanıma şəkli olmayan, kommunikasiya vasitəsi olmayan yerdə insan sağ qala bilmir. İnsan heç nə yarada bilmir. Siz deyə bilərsinizmi ki, siz adada, məsələn, hansısa bir adada tək yaşasaz, heç bir heyvan, heç bir insan, heç bir kommunikasiya vasitəsi olmadan orada sağ qala bilərsiniz və yaxud da orada nəsə qazana bilərsiniz. Yox. Çox çəkməyəcək həyatınız belə. Yəni, insana ona görə də ən çox lazım olan şey və ən çox hər şeyin açarı olan şey kommunikasiya, əlaqə vasitələridir. Bu əlaqə vasitələri, kommunikasiya vasitələri verbal ola bilər ya da non-verbal ola bilər. Yəni verbal olmayan ya da verbal. Verbal nədir? Yəni bu sən danışıqla kommunikasiyadır. Yəni sən danışırsan, mənim kimi məsələn indi ünsiyyət qururuq. Buna ünsiyyət deyirlər Azərbaycanca. Verbal, yəni danışırıq, səslə ünsiyyət qururuq. Bir də var, verbal olmayan, yəni danışıq olmayan. Danışıq olmayan ünsiyyət nədir? Enerji ünsiyyətidir, məsələn, hərəkətlərlə ünsiyyətdir. Sən sadəcə varlığınla otağa girəndə elə enerji saçırsan, elə bir resurs qoyursan ortaya ki, sadəcə o resursunla sən
qazanırsan, məsələn, onlardan biri də modellər, mankenlər, necə sadəcə enerjiləri ilə, səs çıxartmadan, danışmadan, onlar sadəcə yerişləri ilə, yəni verbal olmayan, danışıq dili ilə yox, digər kommunikasiya üsulu olan bədən dilidir, enerjiləridir, resurslarıdır, baxışlarıdır. Bununla onlar insanları özünə çəkirlər, pul qazanırlar, düzdür? Və dünyada heç kim heç nə əldə edə bilməz o vaxta qədər ki, insanlar hər hansısa bir üsulla kommunikasiya qursunlar. Bunu anladıqmı artıq ki, kommunikasiya niyə bu qədər vacibdir? Və əgərsə biz kommunikasiya üzərində, yəni kommunikasiya üsulları üzərində işləməyin də iki üsulu var. Birinci üsul odur ki, siz manipulyasiya və danışıq qabiliyyəti kurslarına qatılacaqsınız. Ya da bədən dili kurslarına. Mən bunların heç birinə qarşı deyiləm ha. Amma bir baxın. Mən çox tanımışam belə insanlar, hansılar ki, qatılır nələrəsə, amma uğurlu ola bilmirlər yenə də. Baxın, niyə? Düşünün ki, siz qatıldınız hər hansısa bir manipulyasiya kursuna və yaxud da bədən dili kursuna ya da hamısına eyni. Etiket kursu, manipulyasiya, danışıq, bədən dili, səs tonu və s. hamısı ilə məşğul oldunuz. Şüuraltınızla isə işləmədiniz, yəni duyğularınızı işləmədiniz. Sadəcə çöldə necə davranmalı olduğunuzu öyrəndiniz. Süni şəkildə içinizdən gəlmir bu, çöldə necə, kimi necə idarə edə bilərsiniz deyə öyrənməyə başladınız. Buna zaten manipulyasiya deyilir, düzdür? Manipulyasiya nədir? Hətta tibbdə belə bu söz var, yəni çöldən təsir deməkdir. Daxildən gəlməyən bir şey, təbii olmayan bir şeydir. Manipulyasiya sözü bu deməkdir, düzdür? Siz manipulyasiyalar öyrəndiniz. Məsələn, etika davranışları falan belə özünüzdən gəlmirsə, siz necəsə hərəkət etməyi, necəsə danışmağı, ayağınızı necəsə qoymağı, əlinizi necəsə qoymağı öyrəndiniz və siz çıxdınız cəmiyyət içinə. Və başlayırsınız, bütün enerjiniz onsuz da olan qalan enerjinizdə gedir, düşünmək ki, nəyi necə eləyəcəm, necə danışacağam. O qədər bütün enerjinizdə olmayan biri kimi davranmağa gedir ki, ekstra enerji aparır bu və siz çox zaman nə baş verir? İlkin etaplarda çox qəşəng kommunikasiya qura bilirsiniz. Xüsusən də kişi-qadın münasibətləridirsə və yaxud da biznes münasibətləridirsə, siz ilkin etapda çox gözəl kommunikasiya qura bilərsiniz manipulyasiyalarla. Çox gözəl. Birinə özünüzü aşiq eləyə bilərsiniz, birinə hədiyyə aldıra bilərsiniz, biri ilə münasibətə başlaya bilərsiniz, birinə evlilik təklif etdirə bilərsiniz, biri ilə hər hansı bir müqavilə imzalaya bilərsiniz iş üçün. Elə flört eləyərsiniz ki, hətta biznes görüşündə qarşı tərəf birdən-birə hər hansısa bir çeki imzalayar və s. və s. Ola bilər ilkin etapda. Amma sonraki etaplarda avtomatik sənin maskan düşür. Maskanın ömrü azdır. Manipulyasiyanın ömrü azdır. Maska nə vaxt düşür? Gəlin baxaq, proqramlar üzrə çıxanda. Bəs proqram nə vaxt üzrə çıxır? O vaxt ki, ilk dəfə hər hansısa bir kommunikativ yolculuqda, belə deyərlər, məsələn, biznes partnyorunla tanışdın, bir ay keçdi, bu bir yolculuqdur da, tanışdığın andan sağollaşdığın ana qədər ki, ya da kişi-qadın münasibətlərində tanışdığın andan sağollaşdığın ana qədər ki, bir yolculuq. Bu yolculuqda nə vaxt ki, sən hər hansısa bir duyğuna düşəcəksən. Hər hansısa bir duyğu keçirəcəksən, insani bir duyğu. Qarşı tərəfə nəzərən günahkar hiss eləyəcəksən və yaxud da özünü yazıq hiss eləyəcəksən və yaxud da hər hansısa bir çətinliklə qarşılaşacaqsan. Ya da qarşı tərəf əlbəttə insani bir şeydə əsəbləşəcək, nəyisə görə ya hər hansısa bir konflikt çıxacaq, ya da konflikt olmasa belə hər hansısa bir insani imperfection deyirlər, ideal olmayan insani bir şeylə qarşılaşacaqsan. Qarşı tərəf səni rədd eləyə bilər, qarşı tərəf səni tərs baxa bilər, qarşı tərəf hər hansısa bir söz deyə bilər, qarşı tərəfin işi ola bilər, mesajı var, nə bilim, 3 gün cavab verməyə bilər, qarşı tərəf sənə hər hansısa bir dərdini deyə bilər, xəstələnə bilər və s. və s. Yəni 100 dənə bir şey ola bilər bu yolculuqda. Və manipulyasiya öz bütün bacarığını o zaman itirir ki, sən dostlar, kim ki məni eşitmir, çıxa bilər buradan. Çünki soruşursunuz, yağ vurum, enerjim qalxsın və s. Bu mənim mövzum deyil. Yağ vurun, enerji qalxsın o zaman. Hara yağ vurursunuz? Necə yağ vurursunuz? Hardan enerjini qaldırırsınız? Məntiqi nədir ümumiyyətlə? Əgər sizin psixikanız, sinir sisteminiz hələ formalaşmayıbsa, siz nə qədər yağ vurun?
Siz hələ duyğularınızla baş eləyə bilmirsinizsə, nə istəyirsiniz vurun. Başınızdan istəyirsiniz siz gül yağı tökün. İstəyirsiniz petruşkaya bürünün siz. Fərqi yoxdur. Nə edirsiniz eləyin. Siz heç zaman o qadın enerjisi, kişi enerjisi mövzusu da məndən heç zaman eşitməyəcəksiniz. Çünki bunlar işə yarayan mövzular deyil. Bunlar haqqında o qədər danışılır ki, heç bir şey yaramır. Davamlı bir çevrəyə düşürük, çıxa bilmirik ondan. Bir düşürük, bir çıxa bilmirik. Hamı deyir qadın enerji, kişi. Belə şeylər yoxdur əslində. Bir gün bu barədə danışarıq. Enerji təkdir, resurs təkdir. O resurs hamımızda eyni qədərdir. Baxırıq o resursu necə istifadə edirik biz. Və əgər mən kommunikasiyada, hər hansısa bir kommunikativ yolculuqda ilkin etaplarda manipulyasiyalara baş belə deyirlər də. Məsələn, deyirlər, narıncı geyiniş ilk görüşdə unudulmaz o. Bu manipulyasiyadır. Məni sevən insan qara ilə də sevər, çuvalla da sevər. Narıncıya ehtiyac yoxdur burada, yəni. Kimsə məni sırf narıncı geyinməklə sevəcəksə, sevgisi də başına dəysin, belə deyərlər. Manipulyasiya ilə sevəcəksə, düzdür? Özünü necəsə apar, necəsə otur, necəsə danış. Bu nə deməkdir? Bu o deməkdir ki, mən rədd edilməkdən qorxuram deyə kommunikasiyanı bu cürə qururam mən. Manipulyasiyalarla qururam. Çöldə olan insanlara necəsə əlavə təsirlər etməyə çalışıram. Onların azad iradəsinə girməyə başlayıram. Əslində təbii kommunikasiya belə baş vermir. Təbii kommunikasiya enerji ilə baş verir. Baxın, sizin bütün maskalarınız o zaman düşəcək ki, istənilən bir kommunikasiyada, istənilən bir prosesdə nə vaxt ki, siz hər hansı bir emosiyanızla üzləşəcəksiniz. Və bu qaçınılmazdır. Olsun münasibət, olsun biznes əlaqələri, olsun iş əlaqələri fərqi yoxdur. Nə harda, necə? Mütləq ki, siz insansınız deyə sadəcə olaraq. Siz hansısa bir emosiyanıza düşəcəksiniz. Bu da necə olur? Yenə də bayaq dediyim kimi. Qarşı tərəf rədd edici bir baxış göstərə bilər. Normalda hamımızda olur. İşdə müdir danlaya bilər, ola bilər hər şey, hirslənə bilər, kimsə tərs baxa bilər, nəyisə bəyənməyə bilər, hansısa bir konflikt çıxa bilər, nəsə deyə bilər, nəsə təkzib eləyə bilər, nəyisə tənqid eləyə bilər və s. və s. ya da başına nəsə hadisə gələ bilər, ya da bir məsələn insandır da başqasına aşiq ola bilər, nə bilim hər şey ola bilər. Fikirləri dəyişə bilər və s. Saç düzümünü belə dəyişə bilər. Və siz ilkin dəyişiklikdə manipulyasiya yoxa çıxır. Yəni sənin qurduğun obraz, maska yoxa çıxır orada. Çöldən öyrəndiyin hər şey öz aktuallığını itirir o nöqtədə. Nə vaxt ki sən emosiyaların üzə çıxdı və sən onlarla baş eləyə bilmirsən. Buna nə deyirik? Buna deyirik proqramlar. Yəni uşaq vaxtından öyrəşdiyimiz hər hansısa bir proqramımıza düşürük, neqativ bir proqrama. Pozitivi oynayırdıq, amma neqativ proqrama düşürük. Ya qaçmaq istəyirik, ya hırpalamaq istəyirik, ya maskamız düşür, ümumiyyətlə içimizdən başqa adam çıxır, ya ümumiyyətlə davam etmək istəmirik, ya boslamağa başlayırıq prosesi, ya proses sabotaj eləyirik, ya enerjimiz düşür, ya motivasiyamız əksik olur, ya kökəlməyə başlayırıq, ya arıqlamağa başlayırıq, ya xəstələnirik. Nə tərsə proses qırılmağa başlayır. Ya da qarşı tərəf görürük ki, bizə deyir ki, məsələn, müdir dedi ki, müqaviləni ləğv eləyirəm. Durduq yerə, amma durduq yerə baş vermədi. Nəsə baş verdi, o kommunikasiyada ki, bu oldu. Durduq yerdə olmur çünki bu. Və əgər siz istəyirsinizsə ki, həyatda istədiyiniz bir şeyləri əldə eləyəsiniz və hər şey əldə eləyəsiniz rahatlıqla. Kommunikasiya üzərinə düşünmək lazım. Yəni əsas açar budur. Çöl dünyadakı bizim əsas açarımız, əsas vasitəmiz budur. Okay? Və buradan buradan elə gəlib belə bir şeyə çıxırıq ki, bizim Instagramda qurduğumuz biznesin belə nə qədər uğurlu olması, video roliklərimizin tutaq kəşfiyyətə düşüb düşməməsi, işimizdə nə qədər sürətlə pozisyon yüksəlişi əldə etməyimiz, nə qədər yaxşı maaş almağımız, nə qədər xoşbəxt münasibətlər qura bilməyimiz, nə qədər yaxşı sadiq rəfiqələrimizin ola bilməsi və s. Hamısı ondan asılıdır ki, biz hansı duyğularda yaşayırıq, hansı proqramlardayıq. Yəni həm çünki bu birbaşa təsir eləyir ki, biz necə kommunikasiya qururuq. Mhm.
Deyirsiniz, düzgün çevrəyə düşsəydi hər şey alınardı. Siz düzgün çevrəyə düşə bilməyəcəksiniz o vaxta qədər ki, duyğularınız, proqramlarınız o çevrə ilə eyni frekansdadır. Yəni eyni vibrasiyalardadır belə deyərlər. Bu nə ilə özünü göstərir? Əgər sizin baxışlarınızda utanc, ayıb, günahkarlıq kimi duyğular ə, özünü göstərirsə, okey. Bu arada şəxsi sərhədlərimi pozacaq şəkildə çatda yazılar yazırsa, bu mənim xoşuma gəlmir. Öncədən bildirim. Çünki yenə də deyirəm, kommunikasiya qurursunuzsa, siz nə iləsə qarşılaşacaqsınız. Bu da onlardan biri olsun. Mən xoşlamıram mənə gözəlsən deyəndə ya da çirkinsən deyəndə, mən sevmirəm mənə arıqlamısan deyəndə, kökəlmisən deyəndə, mən qəbul etmirəm bunları. Məncə yadınızda saxlayarsınız artıq ki, xoşuma gəlmir. Və bu da onlardan biridir ümumiyyətlə. Bu bir proses olsun sizin, çünki hər kəsin də sərhədləri var. Və o sərhədlərlə də üzləşəndə siz qaçmaq istəyəcəksiniz çox zaman. Kommunikasiya qurmamaq üçün hər hansı bir duyğularınıza düşəcəksiniz ki, məsələn, mən yaxşı bir şey deyirdim, o isə məni pis başa düşdü. Okay? Və çünki bu insanıq hamımız. Hamımızın sərhədləri fərqlidir. Hamımızın xoşuna gələn və xoşuna gəlməyən şeylər fərqlidir. Və ona görə də deyirəm ki, maskalarımıza bürünürüksə, o maska nə vaxtsa düşür. Kimsə qarşımızdakı insan bizə nəsə bir emosiya göstərəndə, okay? Ya da hər hansı bir sərhəddini göstərəndə və s. Ona görə də yaxşı bir çevrəyə düşmək üçün belə duyğusal olaraq o şeydə olmalıyıq, yəni o durumda olmalıyıq tam olaraq. O vibrasiyalarda olmalıyıq tam olaraq. Daxili aləmimizlə bağlı dəyişikliklərə bəs necə başlayaq? Necə eləyək ki, bizim artıq manipulyasiya və sairə ehtiyacımız olmasın? Gəlin sizi biraz challenge eləyim mən. Niyə? Biraz çətinləşdirək prosesi və belə bir şey deyim. Sizlərə baxın, ümumiyyətlə kommunikasiyada belə deyərlər, səhv etmək çox normaldır. Yəni real kommunikasiya giririksə, orada davamlı qarşı tərəfin nəsə xoşuna gəlməyəcək ya da xoşuna gələcək və sənin də yenə. Yəni bu real kommunikasiya deməkdir prosta. Yəni real, həqiqi kommunikasiya belə olur. Maskalı kommunikasiyada bu duyğular olmur. Yəni siz məsələn şikayət edirsinizsə ki, bəylər məni, qızlar həmişə şikayət edir, bəylər məni manipulyasiya elədi, yalandan sevdiyini dedi, amma əslində sevmirmiş, mənə nə dillər tökdü, əslində hamısı yalan imiş və s. və s. Bilirsiniz niyə görə? Çünki siz real kommunikasiyaya girə bilmirsiniz. Real kommunikasiyada bu maskalar yoxdur. Yəni bir kişi sizlə real kommunikasiyaya girirsə, davamlı sizi yaxşılamır. Damla sizə demir, ay nə gözəl, ay nə qəşəng, ay belə ikonasan, ay kraliçasan. Səhərdən axşama bunları demir. Bu yalançı kommunikasiyadır. Doğrucu kommunikasiyada isə hər şey var. Bir insan sizə maskalısını mı göstərir, yoxsa özünü mü göstərir deyə bilmək istəyirsinizsə, əgər çox ideal bir obraz göstərirsə, çox ideal şəkildə danışırsa, orada heç bir qeyri-ideal insani bir şeylər tapa bilmirsinizsə siz, məsələn, paltar belə həmişə ütülüdür, həmişə düz oturur, həmişə düz danışır, heç vaxt əyri bir söz demir, həmişə ağzını düz tərpədir, saçı həmişə düz olur, sözləri həmişə düz deyir, hər şey çox doğrudursa, burada maska 100%. Yəni maskadır bu, insanın özü deyil bu. Real real kommunikasiyada isə duyğular var. Real kommunikasiyada fərqli duyğular var, fərqli sözlər var, fərqli hisslər var orada. Burada cümlələrin düzgün qurulması yoxdur. Real bir insanla real bir kommunikasiyaya girirsinizsə, orada hər şey var. Hər cürə bir şey var. Bu demək deyil ki, sizi kimsə abuz eləməlidir, ki sizi kimsə zorbalamalıdır, yox. Burada real hər şey var. O insan səhərdən axşama səni tərifləməyəcək. O insan reallığı deyəcək. O insan səninlə bəzən sərt ola bilər, bəzən yumşaq ola bilər, bəzən reddedici ola bilər. Bu real kommunikasiyadır. İş yerində də, biznesdə də, izləyicilərlə kommunikasiyada da, daha sonra münasibətlərdə də, kişi-qadın münasibətlərində də. Okay? Siz də mənimlə razılaşarsınız ki, çox ideal olan obrazlar özünüz də görə bilərsiniz ki, maksimum 3 il çəkir. 3 il sonra hamısı dağılır. Yəni kimin obrazı ki 3 ildən çox çəkib sizin gözünüzün önündə, o deməkdir ki, o realdır.
Bir çox bizneslərin də ömrü 2-3 ildən çox olmur. Bir çox insanların da obrazının ömrü 2-3 ildən çox olmur. Münasibətlərdə isə bu maskalar 3 ay çəkmir heç. Çünki münasibətdə çox yaxınsan sən. İnsan nəfəsini duyursan, qoxusunu duyursan, hər anını bilirsən və 3 aydan çox çəkmir bu maskalar. Və insanın bu çöldə maskalara, özünü nətərsə yaxşı aparmağa ehtiyacı o zaman olur ki, o öz duyğuları ilə və başqalarının duyğuları ilə hələ baş eləyə bilmir. Və məsələn, çox tez-tez ChatGPT-yə müraciət eləyirsinizsə ki, necə danışım, necə yazışım, necə cavab verim, duyğularımı necə ifadə edeyim, bla bla bla. O kişi doğru adamdırmı? Əsas sual. Bu o deməkdir ki, siz hələ duyğularınızla rəqs edə bilmirsiniz. Və bu çox normaldır. Yəni A nöqtəmizi bilmək çox yaxşıdır ki, niyə belə olur? Niyə bu qədər yorucu hal alır kommunikasiya qurmaq? Əslində siz sözünü deyə bilərsən. İndi mən sizi challenge eləyəcəm. Gələk əsas söhbətimizə. Baxın, heç fikir vermisinizmi siz? Qırmızı və daha çox arsız olan insanlar bu həyatda hər şey əldə edirlər. Onlar nə danışdıqlarına belə çox zaman fikir vermirlər. Onlar əyri-düzə fikir vermirlər. Onlar necə oldusa danışa bilərlər. Onlar özlərini düzəltməyə ehtiyacları yoxdur. Onlar 2 saat, bir ilsin üstündə düşünmür ki, necə düzəldim. Onlar öz nitqləri üzərində işləmək 100 il ehtiyacları yoxdur. No, əgər aktyor falan deyilsə, nə deyirlər ona, diktor deyilsə, müxbir falan deyilsə, ehtiyacı yoxdur. Yəni əlavə özlərində bu qədər boş şeylər işləmək. Onlar öz ideal olmayan tərəfləri ilə özlərini qəbul eləyir və hər içlərindən keçən şeyi çöldə deyə bilirlər. Və mən bunu ilk dəfə görəndə mənim 17 yaşım var idi. İlk dəfə görəndə ki, bu necə olur və necə görsənir, fərqli bir dünya, fərqli bir çevrə. Hansı çevrədə ki, insanlar nə istəyirlər deyə bilirlər. Maskalanmırlar. Və ona görə də onların həyat keyfiyyətləri daha yüksəkdir. Onlar duyğularla rəqs eləyə bilirlər. Həm qarşı tərəfin duyğuları ilə, həm öz duyğuları ilə. İstədiyi zaman istədiyi şeyi istədiyi kimi deyir, istədiyi kimi gülür, istədiyi kimi hərəkət eləyir, istədiyi kimi danışır, özünü çərçivələrə qoymur. Və yenə də deyirəm, siz çox belə deyərlər. Mən həmişə deyirəm Dubai Blink'a baxın Netflixdə. Niyə? Maskasızdır bu insanlar. Yəni bu insanlar duyğuları ilə rəqs edirlər. Siz orada aqressiya görürsünüz. Düzdür, biraz ingilislər demiş exaggerated, yəni çox şişirdirilmiş bir obrazlardır, amma yenə də siz reallığı görürsünüz ki, bu insanlar maskalanmır ekran qarşısında. Əsəbləşirəmsə əsəbləşirəm, qışqırmaq istəyirəmsə qışqırıram, sevmək istəyirəmsə sevirəm, aşiq olmaq istəyirəmsə aşiq oluram. Eşq elan eləmək istəyirəmsə elan eləyirəm. Kimləsə tanış olmaq istəyirəmsə tanış oluram. Heç fərqi yox. Dubai Blink. Netflixdə Dubai Blink bir bu hər ölkəninki var. Blink Blink Blink, amma Dubai Blink mənə çox maraqlıdır. Dubai Blink Netflixdədir. Ödənişlidir Netflix. Proqramı yükləyə bilərsiniz televizorunuza və baxa bilərsiniz. Çox maraqlıdır. Yəni emosiyaların rəqsini görə bilərsiniz orada ki, kimsə aşiq olur. Elə film bir eşq hekayəsi ilə başlayır əslində. Çox maraqlıdır. Sonrası dava, qırğın və s. Amma sizlər o emosiyalarınızı, öz emosiyalarınızı hələ ifadə eləmək, öz emosiyalarınızı tanımaq, fərqli emosional vibrasiyaya keçmək və s. bunlarla hələ işləməmisiniz, yəni öz emosiyalarınızla oynayıb da rəqs etməmisinizsə, sanki bir slime kimi düşünün də istənilən formaya sala bilərsiniz onu. Hələ o formalaşdırmamısınızsa, nə qarşı tərəf hiss eləyə bilməyəcəksiniz, nə özünüzü. Çünki niyə? Siz öz hisslərinizdə batacaqsınız istənilən bir kommunikasiyada. Məndə əvvəl bu baş verirdi tez-tez, mən özünü inkişafa gəlməzdən öncə. Mən istənilən yeni bir çevrəyə düşəndə, yeni bir ortama düşəndə, hətta rəfiqələrimlə belə söhbət eləyəndə, günün adi vaxtında belə, ən yaxın rəfiqəmlə belə söhbət eləyəndə mən emosiyalarımda batırdım. Özümü bəzən çirkin hiss eləyirdim, bəzən rədd edilmiş hiss eləyirdim, bəzən lazımsız hiss eləyirdim, bəzən günahkarlıq duyğusuna bürünürdüm, bəzən özümü kasıb hiss eləyirdim, bəzən özümü çox abartılı hiss eləyirdim. Minlərlə emosiyalar, minlərlə o duyğuların içərisində qarşı tərəfi hiss belə eləyə bilmirdim kommunikasiyada. Qarşı tərəfin ehtiyaclarını belə görə bilmirdim. Çünki ancaq öz hisslərimdə batırdım mən.
Yəni məsələn hiss eləyirsinizmi? İki insan qarşı-qarşıya oturmusunuz, tutaq ki, ya partnyorunuzdur, həyat yoldaşınız ola bilər lap. Siz məsələn adi bir şey, həyat yoldaşınızla cinsəllik prosesini düşünsəniz, orada belə siz tam təslimiyyətdə ola bilmirsinizsə, qarşı tərəf hiss eləyə bilmirsə, ancaq öz emosiyalarınızda batırsınızsa davamlı. Boğuluram sanki öz emosiyalarımda. Çirkinəm, gözələm, məni bəyəndi, bəyənmədi. Ay, bəlkə ay da pis vəziyyətə düşdüm. Ay da aşağı hiss edirəm özümü. Ay da rədd edildim. Ay da buna bax ayıb oldu. 100 dənə emosiya düşdünüzsə, siz ən yaxşı belə göstərici ailəlisinizsə, ya da aktiv cinsel həyatınız varsa, cinsəllik baxa bilərsiniz. Orada özünüzü necə apardığınıza. Siz davamlı qarşı tərəf düşündünüzsə, ya da qarşı tərəf nə düşünür deyə düşündünüzsə, öz emosiyalarınızda boğuldunuzsa, siz nə prosesdən həzz ala bilmirsiniz, nə də qarşı tərəfin ehtiyaclarını görə bilmirsiniz deyə, anlaya bilmirsiniz deyə qarşı tərəfin ehtiyaclarını. Yəni bu proses o qədər də cəlb edici olmur, maraqlı olmur. Eyni şey də kommunikasiyada. Çünki kommunikasiyada bir ım, alış-veriş prosesidir də, düzdür. İki insan rəfiqənizlə oturmusunuz da ki, kofe içirsiniz ya da evdə o pijamada oturmusunuz, qeybət eləyirsiniz, semiçka çıtlayırsınız. Siz qarşı tərəfi anlamaq, hiss eləmək əvəzinə davamlı öz emosiyalarınızda boğulursunuzsa, orada kommunikasiya olmur, orada monoloq olur. Və siz qarşı tərəfi hiss eləyə bilmirsiniz deyə o kommunikasiya bar vermir. Bar verən kommunikasiya nə idi? Yadıma salın mənim. Kişi-qadın münasibətlərində nədir bu? Kişi gətirir, qadın yuva eləyir, qurur. Kişi məsələn ödənişi eləyir, evi alır, qadın oranı yuvaya çevirir. Düzdür? Çünki heç bir kişi tək evini yuvaya çevirə bilmir. Qadın enerjidir. Kişi gətirir xiyar, pomidor, qadın ondan çoban salat elədi. Kişi gətirir məsələn pul, qadın onunla çanta aldı, geyindi, stil yaratdı, deytə çıxdılar. Ya da lap qadın gətirdi pul, kişi ilə bərabər oturdular, ikisi də o pulu artırdılar. Bu bar verən münasibətdir. Yəni tərəflər öz duyğularında batmırlar deyə, ikisi bir-birinin ehtiyaclarını yaxşı görür deyə, bir-birinə də fokusu deyə bar verir. Amma ikisi də əgər məsələn sizin evliliyinizdə münasibətiniz bar vermirsə, pul artmırsa, gözəllik artmırsa, gəncləşmirsinizsə, cinsəllik prosesinə həzz almırsa, çoxlu uşaqlar, xoşbəxtlik və s. bunlar hamısı artmırsa, bu o deməkdir ki, ikiniz də tək tərəfli olmur bu. İkiniz də öz emosiyalarınızda batırsınız. Orada bir kommunikasiya baş vermir deyə. Çünki istənilən sağlıqlı kommunikasiya bar verir. İnanın mənə bar verir. İnanın mənə bar verir. Burada ağlayaraq danışa bilərəm ki, sizi mən inandırım. İstənilən sağlıqlı kommunikasiya bar verir. Və istənilən bir kişi ilə məsələn üzbəüz oturdunuz, tutaq ki, qadın olaraq. O kommunikasiya bar verəcək. Əgər orada kommunikasiya varsa, iki tərəf bir-biri öz duyğularında batmırsa, bir-biri ilə görə bilirlər, kommunikasiya eləyə bilirlərsə. Ya da rəfiqə münasibətlərini götürək. Məsələn, mən çox sevirəm, biz rəfiqələrimizlə bir-birimizə davamlı hədiyyələr alırıq, davamlı bar verir. Dünən idi axşam. Oturdum mən, bir ideyamı dedim, masada, rəfiqəmgildə ev paltarındaydım. Sadəcə bir ideyamı dedim və rəfiqəm dedi ki, davay, davay, dur getdim, başladın, уже все. Və bugündən artıq mən yeni bir biznesə başlayıram. Sadəcə o məni belə dedi ki, dur, 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 az danış, dur. Yəni bu bar verir bu münasibət. Nə vaxtsa o da biznesini quranda mən ona demişdim ki, dur, davay, davay. Dur, davay, kontaktları verdim, davay, bunları elə vəsə. Səs eşitmək istəmirəm başqa. Bar verəcək bizim münasibət və mənim rəfiqələrimlə münasibətimə baxıram, davamlı bar verir o. Davamlı bar verir o münasibətlər. Davamlı nəsə qururuq, nəsə yaradırıq, nəsə bir emosiyalar yaşayırıq, nəsə inkişaf eləyirik. Niyə? Çünki kommunikasiya var burada, sağlıqlı kommunikasiya. Bir-birimizin emosiyalarında batmırıq orada. Mən keçən gün rəfiqəmə məsələn yazmışam ki, rəfiqəm deyir ki, konvertdə niyə pul yığırsan? Mən deyirəm ki, mən heç vaxt pul yığmamışam, amma bir çanta var Balenciaga'da. Onu almalıyam və istəyirəm ki, onu mən kartla almayım. Kənardan gələn pulla alım da, yəni öz qazandığım pulla yox, kartlarımla yox, sadəcə konvertə gəlsin, hardansa gələn pulları konvertə yığım və konverti verim alım.
Mənə yazır, mənə deyir ki, orada mənim də bir barmağım olsun da nə olar? Bir mənim də bir qatqım olsun da nə olar? Mən də pul qoyum da o konvertə. Məsələn, vaxtilə xatırlayırsınızsa, 3 il əvvəl idi, səhv eləmirəmsə, o çantanı mən hələ də götürürəm. Müştərilərim mənə hamısı yığışıb çanta almışdılar və s. Və belə kommunikasiya varsa, o bar verir həmişə. Hədiyyələr əksik olmur evinizdən. Nə biznes açırsınızsa tutmağa başlayır. Hansı səhifə açırsınızsa tutur. Nə reels qoyursunuzsa hamı baxır. Niyə? Çünki siz öz duyğularınıza batmırsınız. Baxın, bir reels düşünün. O reelsi çəkən adam, o reelsi çəkə-çəkə öz duyğularında boğulur. O reelsi heç kəs baxmayacaq. Çünki orada kommunikasiya yoxdur. O insan sadəcə o reelsi çəkə-çəkə öz duyğularına boğulubdur. Orada bir kommunikasiya yoxdur. Amma bir də var ki, hansısa bir reels tutur məsələn. Niyə? Çünki o insan o reelsi düzəldəndə də, danışanda da orada öz duyğularında boğulmayıbdı. Həqiqətən verici ola bilib orada kommunikasiya qrup izləyicisi ilə. Həqiqətən duyğusal alış-veriş var orada. Yenə də deyirəm, evlilikdə ya da sevgili münasibət ya da hər hansısa bir kişi qadın bir araya gələndə bar vermədisə o proses, deməli o hər iki tərəf ya bir-birinə uyğun deyildi, ya alınmır, ya da ki bir duyğular da belə deyirlər, batırlar orada. Necəsə duyğularda boğulurlar. Eyni şey müştərilərinizlə münasibətdə. Əgər o bar vermirsə, müştəri davamlı gəlmirsə, sizin pulunuz artmırsa, davamlı qayıtsın müştərilər, yaxşı qazanasınız, sizdən almaq istəsinlər. Bu baş vermirsə, deməli kommunikasiyada problem var. Deməli duyğularda boğulursunuz siz. Hələ qarşı tərəfi gəlib çatmır tema. Siz deyirsiniz nəsə satıram, qarşı tərəf onu eşitmir belə. Niyə? Çünki siz öz duyğularınızda boğulmusunuz. Eyni şey rəfiqəlikdə, eyni şey biznes əlaqələrində. Məsələn, biznes partnyorlar, investorlar tapa bilmirsinizsə ya da ortağınızla problemləriniz varsa və s. Duyğularda boğulmaq odur ki, qarşı tərəfin ehtiyaclarını görə bilmirik. Ən yaxşı diaqnoz odur ki, hər hansısa bir münasibət bar vermirsə sizdə, deməli avtomatik duyğularda boğulursunuz. Bar vermək də nədir? Bayaq izah elədim. Axı rəfiqəlik münasibətində də, kişi-qadın münasibətində də, müştəri münasibətində də hər tərəfli bar verir. Emosional olaraq da, fizikən də, maddi olaraq da, intellektual olaraq da bar verir davamlı o münasibət. Maddiyyat gətirir, emosiyalar gətirir. Hər şey davamlı al ver, nələrsə yaranır orada. Bar verir, meyvə verir. Belə bir münasibətlər qura bilirsinizsə rəfiqə ilə, kişi ilə, müştəri ilə və s. Bu o deməkdir ki, batmırsınız duyğularda. Və nə qədər batmırsınız duyğularda, o qədər yaxşı kommunikasiya qurursunuz və nə qədər yaxşı kommunikasiya qurursunuz, o qədər də yaxşı bar verir o. Da manipulyasiya ilə yox. Mən dünən bir dənə video çıxdı qabağıma. Mən prosta şoka düşdüm. Yəni həqiqətən şoka düşdüm. Yəni ağlamağım gəlirdi sadəcə olaraq. Bir dənə video çıxıb, rusca idi o video. Həqiqətən mən sadəcə ağlamağım gəldi. Yəni həqiqətən video görün nə haqqdadır? Bir dənə belə sənədli filmmi deyirlər, nə deyirlər? YouTube üçün belə bir şey çəkiblər. Ondan da bir kəsiti qoyublar Instagrama ki, bəs manipulyasiya ilə çoxlu güllər alıram tanımadığım kişilərdən. Belə bir Və belə bir dokumental belə sənədli filmdir, mənasız. Başım tanımadığı evli kişilərə qız yazır, nəsə manipulyasiya eləyir onu, krujok atır, orada manipulyativ sözlər deyir, NLP ilə fərqli-fərqli və həmin kişilər evli olsalar da gül göndərirlər və qızlar evlərinə çoxlu gül yığır, Instagrama şəkil çəkdirir, qoyur. Nəsə belə bir mənasız bir şey. Başım, bu üsulla maksimum bir gül ala bilərsiniz. Maksimum. Bekar adamları manipulə eləyə bilərsən. Yəni bu bar vermək deyil. Bir dəfə baş verən şey bar vermək deyil. Kimsə sizə bir dəfə nəsə aldı, sonra qaçdı, getdi. Siz özünüz ondan sonra özünüzü necə hiss eləyəcəksiniz? Yaxşı hiss eləməyəcəksiniz, düzdür? Məsələn, təzə bir biznes açıb, insanları aldadıb, birdən-birə çox pul qazanıb, sonra o biznesi bağlamaq olar, düzdür? Amma bu çox çəkməyəcək. Çünki birinci dəfə bunu eləyə bilərsiniz, ikinci dəfə eləyə bilməyəcəksiniz axı. Düzdürmü? Niyə bir insan məsələn, niyə əsər üstəmli deyəndə ki 5 ildir bu işdə, yəni daha çox güvən yaranır, nəinki 1 aydır deyənlərə. Çünki həqiqətən də 5 il artıq o deməkdir ki, burada bir davamlılıq formalaşıb burada. Bir bir güvən formalaşıb, bir davamlılıq var burada, bir davam edən bir nəticələr var burada.
Həqiqətən ürəkdən baş verən bir şey var da, manipulativ bir şey yoxdur. Cinsə maskasını əlbət 5-10 il saxlaya bilmir. Və ona görə də siz davamlı bar verən bir münasibət istəyirsinizsə, kommunikasiya, bir əlaqələr, bizneslər istəyirsinizsə siz, ya da işlər istəyirsinizsə siz ki, işiniz davamlı o işdə artasınız, pozisyon yüksəldəsiniz, və siz proqramlarınızla baş etməyi öyrənməlisiniz. Yəni özünüzü proqramlamağı öyrənməlisiniz. Hansı duyğulardayam, hansı duyğularımda batıram, nə hisslər keçirirəm ümumiyyətlə, niyə mən qaçmaq istəyirəm, niyə mən qala bilmirəm, ya da niyə mən deyirəm ki, motivasiyasızam, səhər dura bilmirəm, niyə mən çəkilişə gedə bilmirəm, tutaq ki, niyə mən kişini görməyə gözüm yoxdur, niyə mən onu işdən gələndə onu rəqslə qarşılaya bilmirəm məsələn. Qarşılayırsınızmı rəqslə kişiləri? Məsələn, niyə alınmır? Niyə ona resurs çatmadı? Çünki duyğularda boğuldum. Mən uje qapını açana qədər min dənə duyğuya girdim. Artıq o qapını açandan sonra heç həvəs belə qalmaz ki, o adamı qucaqlamağa. Qaldı ki, rəqs eləyəsən. Vəbşe. Ona görə də resurs, mən həmişə deyirəm, enerji ən dəyərli valyutasıdır günümüzün. Və bu valyutanı özünüzdə inkişaf elətdirmək üçün bu resursu siz bilməlisiniz ki, hansı proqramlardasınız, hansı duyğuları keçirirsiniz. Və bunun üzərində işləmək üçün mənə görə, məndən soruşsanız, hər birimiz coach olmalıyıq. Hər birimiz. Baxın, coaching mənim həyatımı dəyişdirdi. O demək deyil ki, siz gedib coach kimi işləməlisiniz, sessiya verməsi. Yox. Hər birimiz bir coach olmalıyıq. O deməkdir ki, necə deyirlər? İnsan özünün həkimidir deyirlər. Belə bir söz var. Özün özün həkim ol, həkimə ehtiyacın olmayacaq. Həqiqətən elədir. Onu mənə atam öyrədib uşaqlıqdan bəri. Mamam da həkimdir onsuz da. O da mənə göstərib necə olur, hansı xəstəlik nədir və s. Və mən doğrudan da indi özümün həkimiyəm deyə mənim həkimə falan ehtiyacım qalmır doğrudan da heç vaxt. Çox şükür. Və mən həm də özümü proqramlayan tərəfiyəm. Çünki əgər mən özümü yetişkin vaxtı, böyüdükdən sonra özümü proqramlamıramsa, özüm hansı duyğuları keçirəcəm deyə qərar vermirəmsə, qərarı kim verir? Ata-anam. Uşaq vaxtı yaşadığım duyğular qərarı verir. Diqqətlə baxın. Uşaq vaxtı niyə mən elə videolar qoyuram ki, uşaq vaxtı məsələn keçirdiniz falan duyğular, böyüyəndən sonra da həyatı ilə görürsüz. Bu haqda artıq çox danışmışıq. Niyə belə olur? Niyə bəzilərində belə olmur bəs? Çünki çox az faiz insan öz həyatını proqramlayır, öz duyğularını proqramlayır özünə. Amma digər böyük əksəriyyət isə by default nə gəlibsə onunla davam edir. By default nədir? Telefonu alanda baza proqramlar olur, ya da televizor alanda bazadan gələn proqramlar olur, ha. Siz onda qalırsınız, onda yaşayırsınız, özünüzü proqramlamayanda. Bazadan nə gəlibsə, ata-ana nə verib, nə göstərib, nə öyrədib, onunla qalıram mən. Default. Mən default yaşamağı seçirəm. Default yaşamaq nədir? Mamam günahkarlıq duyğusundaydısa, mən də günahkarlıq duyğusundayam. Vse, pul qazana bilmirəm, pula nəzərən günahkarlıq duyğusuna düşürəm, kişilərə nəzərən günahkarlıq duyğusuna düşürəm, müştərilərə nəzərən günahkarlıq duyğusuna düşürəm, hər dəfə video çəkəndə günahkarlıq düşürəm. By default mamam mənə bunu göstərib, bunu ötürüb. Mən süngər kimi onunla çəkmişəm bu proqramı, özümə download eləmişəm. Böyüyəndən sonra özümü proqramlaya bilmirəm deyə. Vse. Mən by default nə gəlib belə mənə belə dedilər, belə də olsun. Vse. 10 yaşayıram mən. Və yaxud da niyə ailədən gələn ssenariləri təkrarlayırıq biz? Baxın. Ailədə hamı evlilikdə bədbəxtdirsə, mən də bədbəxt oluram. Ailədə hamı kasıbdırsa, mən də kasıb oluram. Ailədə hamı xəstədirsə, mən də xəstə oluram. Hələ bu da maraqlıdır. Ailədə hamı, məsələn, keçən gün danışırıq, nəsillə gələn xəstəliklər var ki, düzdür? O gəldi. Ona da gəldi. Vse. Mənə də gəldi. Çünki mən kopyalayıram, by default yaşayıram. Onlar bu xəstəlikdədirlərsə, mən də bu xəstəlikdə yaşayıram. Əslində isə yox. Məndə niyə yoxdur məsələn? Niyə yoxdur? Sən danışırıq da, məsələn, rəfiqəmlə danışırıq ki, niyə yoxdur məndə? Nəsildən 100 dənə şey var. Amma mənə gəlmədi o genetik. Niyə? Çünki mən öz üzərimdə işlədim. Genlərim belə proqramlarımla tənzimlənir axı. Mən nəyi kopyalayıram? DNK-m belə dəyişir mən özümü proqramladığım zaman. Qoxumuz belə dəyişir. Mənim 3 il əvvəlki qoxumla indiki qoxum eyni deyil. Sadəcə dərimin qoxusu belə. DNK səviyyəsində belə dəyişirik biz.
Başa düşürsünüzmü? Yəni siz hansısa bir xəstəlikləri belə kopyalayırsınızsa, bu o deməkdir ki, siz by default yaşayırsınız. Nə gördünüz onu təkrarlayırsınız. Və ona görə mən deyirəm ki, bu birinci həyat səviyyəsidir. Kopyalama, by default yaşamaq birinci həyat səviyyəsidir. Hardakı 70% insan yaşayır. 70-80% insan heç vaxt qərar vermir ki, mən nəyisə dəyişim. Mən by default yaşamayım. Mən özümü proqramlayım. Və əgər bu qərarı vermə cəsarətiniz olsun istəyirsinizsə, siz özünüz özünüzün coach olmalısınız. Özünüz özünüzün coach olmalısınız. Və bunun üçün ən yaxşı şərait nədir? Ödənişsiz proqram var. Dostlar, sizdən nə istənilir ki? Mənə çox maraqlıdır. Nə istənilir sizdən? Heç nə. İstənilən bir postun altına CS43 yazırsınız. Vsyo, ödənişsiz daxil olursunuz. Nəsə istədik? Yox. Biraz davam eləmək istəyirsinizsə, addımlar atacaqsınız. Gəlin işləyin öz üzərinizdə. Sadəcə vaxtınızı qoymalısınız. Onsuz bu vaxt boş-boş hər şeyə xərclənir. Boş-boş semiçka çıtlamağa, televizora baxdım, öz duyğularımda boğuldum, mənasız bar verməyən münasibətlər qurdum, harda ki mən xoşbəxt deyiləm. Məni xoşbəxt etməyəcək insanlara baş qoşdum. Qızlar, subaylar baxırlar, story'mə baxdı, yoxsa yox. Mən də eləyirəm. Mən də eləyirəm, amma özümü tez yığışdırıram. Başa düşürsünüzmü? Story'mə baxdı yoxsa yox. Yəni adam özünü o həddə çatdırıbsa ki, sən buna narahat olursan, story'mə baxdı yoxsa yox. Orada krujokda sifəti onun çıxdı yoxsa yox. Adam özünü bu həddə çatdırıbsa, deməli o adam sənin həyatında olmağa layiq biri deyil. İnanın mənə deyil. Niyə? Çünki səni yorur bu adam indidən. Story'mə baxdı, baxmadı deyə yorur. Sabah biri gün bu adam öz yeməyini belə yeməyəcək. Deyəcək ki, ət maşınından keçirt, mən əti çiğnəyə bilmirəm. Ancaq mən ət maşınından ya da əllə əz məni yedizdir. 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 Çünki mən özüm yeyə bilmirəm. 35 yaşım var. Özüm yemək yeyə bilmirəm. Özüm ev ala bilmirəm. Özüm maşın sürə bilmirəm. Özüm yemək bişirə bilmirəm. Yumurta qaynada bilmirəm. Özüm iş tapa bilmirəm. Mama istəyirəm həyatımda. Və o storyaya baxdınız, enerjinizi boş şeyə xərcləyirsiniz ki, storyimə əlövsət baxdı yoxsa yox. Lütfü, xərcləyin öz üzərinizdə işləməyə. Nəsildən gələn proqramlar, xəstəliklər, duyğular nə varsa, by defaultda nə gəlibsə onları tənzimləməyə xərcləyin. Özünü proqramlama budur. Evə yeni bir televizor gələndə defaultda olan proqramları necə gəlir usta tənzimləyir ki, artıq bu işləsin, Azərbaycan kanallarını göstərsin, nə bilim, Netflix-ə qoşulsun və s. Siz də eləcə tənzimləməlisiniz, proqramlamalısınız özünüzü, özünü proqramlama budur. Cəsarət, qərar və bacarıq olmalıdır. Bu bacarığı isə mən sizə verirəm. Sizdən nə tələb olunur? İstənilən bir postun altında sales 43 yazırsınız, keçid eləyirsiniz. Hətta istəsəniz sertifikat belə götürürsünüz. ISO təsdiqli beynəlxalq sertifikat ki, siz 2 masterminddə iştirak eləmisiniz. Coaching məcaraqlarını öyrənmisiniz, duyğularla işləmək və s. və s. Okey, cərək maşında təzəsinizsə hələ orada qalın. Həmin proqram artıq bağlanıb. Qatılın bu ödənişsiz proqrama, Master Coach-a. Master Coach-a gələn adamlar, hamısı məzunlar təsdiq eləyər ki, onlar ömürlük bacarıq əldə eləyiblər. Uşaqlarına ötürə biləcək, gəlinlərinə ötürə biləcək, özlərinə, yoldaşlarına, hamıya yetə biləcək. Nədir bu? Proqramlama. YouTube-da belə var, bizim bir müştərimiz deyir, məsələn, tələbəmiz deyir ki, xəstəliklərimin hamısı havaya uçdu, elə bil yox idi o xəstəliklər. Master Coach-dan sonra. Necə olur bu? Utopiyadır yoxsa realdır? Əlbəttə realdır. Çünki sən artıq by default yaşamırsan. O proqramı dəyişirsən. iPhone-da necədir? Təzə bir iPhone alırıq, default gəlir, ekranda narıncı rəngdir. Nə bilim içinə girirsən proqramlar yoxdur. Sən onu tənzimləməyə vaxt sərf edirsən axı iPhone-un düzgün işləsin deyə. Sən nə edirsən? Ora WhatsApp yükləyirsən, ora Netflix yükləyirsən, ora Zara'nı yükləyirsən, Asus'u yükləyirsən ya da Tinder'ı yükləyirsən. Düzdür ki, sənin işinə yarasın. Ekrana əlifsətin şəklini qoyursan ki, artıq story-də axtarmayasan onun balaca başını, yekə başını görəsən. Və sən bunu iPhone-una xərcləyirsən vaxt, düzdür? Niyə özünə xərcləmirsən? Özün davamlı defaultda yaşayırsan. Niyə? Niyə? Mənə çox maraqlıdır ki, bu vasitələr var axı. Vasitələr var axı. Niyə istifadə eləmirsiniz? Enerji alıram sizdən, kartıma pul gəldi.
Nə? Master Coach. Məni özümə qaytardı bu proqram yazırsınız. Bizim ən maraqlı nəticələrimiz o olur ki, qızlarım rəfiqələşirlər. Buna nə deyək Azərbaycanca? Öz aralarında rəfiqələşirlər Master Coach-da. İlk dəfə görürlər ki, sağlıqlı rəfiqəlik nədir? Sənə ağlayanda da, güləndə də dəstək olan biri. Genetik xəstəliklər və s. Hamısı keçməməlidir sizə dostlar. Keçməməlidir. Qırmalısınız. Çünki siz bu genetik xəstəliyi belə özünü proqramlamayla qırmasaz, sonra sizin uşağınıza, nəvənizə hamısına keçəcək. Özünüzü düşünmürsünüz, onu sonraki nəsli düşünün də. Və yaxud da məsələn evlilik mövzusu. Evlilik mövzusu. Özünü proqramlamasaz, yeni tip evlilik qurmağı bacarmasaz, sizdən sonra gələn nəsil hamısı da bədbəxt evliliklər quracaq. Pul mövzusu olsun. Öncəki nəsil kasıb idi tutaq ki, hamısı pulunu itirmişdi. Siz özlərinizdə işləyib proqramlayıb nəyisə dəyişdirmədinizsə, sizdən sonra gələn nəsil də o kasıb proqramlarla gedəcək. Yaxşı özünüzü düşünmürsünüz. Bəlkə uşaqları, nəvələri düşünəsiniz. Bəlkə düşünəsiniz ki, sizdən sonra qırıla bilər bu zəncir. Çünki genetik xəstəlik belə nə vaxtsa kiminsə duyğusu ilə başlayıb, nə vaxtsa nəsildə ağır bir hadisə yaşayıb kimsə, o andan, o nöqtədən o genetik xəstəlik yayılıb, transformasiya baş verib və gələ gəlib. Eyni şey də nə vaxtsa nəsildə kiminsə başına ağır bir hadisə gəlib, hər hansısa bir kişi tərəfindənsə qadının başına gəlib. Və ondan sonra kişilərə nifrət yarandı. Və ona görə də gələ 10 nəsil bu tərəf belə ucu kişilərə hamısı nifrət eləyir. Instagramda reelslər qoyur ki, ay kişilər belə pisdir, ay kişilərin ayağını yumayın, nə bilim nə. Okey. Çox danışmayacağım mövzuda. Evlilik barəsində düşünmürəm. Bəli, çünki siz istəmirsinizsə münasibət qurmaq, təbii şəkildə bu sizə bu his gəlmirsə, deməli nəsildə davam eləyən bir bədbəxtlik var bu münasibətlərlə bağlı. Hmm, belə boylanır. Çünki qabaqda telefon var, rəyləri görə bilmirəm. Hə, hamı bir nəfər kimi. Qatılsın istəyirəm proqrama. Demo marafona Master Coach-un beynəlxalq proqramı kimsə sizə demo verir. Ödənişsiz baxa biləcəksiniz. ayın 8-i aprelə saat 13:13-ə budilnikə qoşursunuz çalarlı zənginizi və baxırsınız. Sizdən heç nə istənilmir. Balaca uşaqsız mamanız gəlib dəstək olsun. Onu da eləyirik. Bot xəbərdarlıq göndərir. Asistanlarımız sizə xəbərdarlıq atır. Hər şey eləyirik sizə. Hər şey eləyirik. Tək ki gəlin baxın. Okey, uşaq istəmirəm, bu məsuliyyəti götürmək istəmirəm yazırsınız. Yenə də baxın, niyə? Niyə sizin üçün uşaq çox böyük bir məsuliyyətdir? Niyə sizin üçün uşaq yük kimi gəlir? Sanki həyatınızı qısıtlayacaq. Ola bilərmi ki, uşaq vaxtı mamanıza yük olduğunuzu hiss eləmisiniz davamlı. Mamanız sizə görə özünü fəda edib davamlı və bu duyğular nəsildən nəslə davam eləyir. Kimsə qıra bilərmi bunu? Okey, biz 8-9 apreldə keçirəcəyimiz Master Coach demo proqramda baxacağıq ki, ümumiyyətlə proqramlama necə baş verir. Ümumiyyətlə, necə biz özümüzü başqasını proqramlaya bilərik, necə biz satış apara bilərik, necə biz şəxsi brend qura bilərik, necə biz Instagramımızı böyüdək. Hamısı haqqında geniş danışacağıq, A-dan Z-yə. Münasibətlərdən də danışacağıq, şəxsi brenddən də danışacağıq, satışdan da danışacağıq, kommunikasiyadan da danışacağıq, evlilikdən də danışacağıq. Hamısı hər tərəfli proqramlama necə baş verir, hətta sağlamlıq mövzusunda belə. Proqramlama necə baş verir? Mən sizlərə bunu göstərəcəyəm. Danışacağam. Göstərəcəyim xəritəsini. Birlikdə işləyəcəyik. Bunları öyrənəcəyik. Və sizlər artıq mini coach olacaqsınız sanki. Mini bir coach olacaqsınız. Burada 2 gün sadəcə neçə saat? 3 saatınız gedəcək maksimum. Amma siz ömürlük bir şeylər əldə edəcəksiniz. Ona görə də qatılın. Tövsiyə eləyirəm mən, master coachları, məzun olanlar və s. Bu böyük bir illik proqramımız ki var bizim, hansı proqram ki bahalıdır, beynəlxalqdır, ikili təsdiqli akkreditasiyalı beynəlxalq sertifikat verir. Bax onun mini formatıdır, sizlər üçün şansdır. İstənilən postun altına siz yazırsınız sales 43 kod var.
və qatılırsınız. Və yaxud da Telegramdan qatıla bilərsiniz. Okay, suallarınız varmı başqa? Burada açım. Sualınız varsa 3 dəqiqə daha ayırım mən sizə. Suallarınız varsa yazın, zəhmət olmasa. Suallarınızı. Okay. Siz necəsə doğula bilərsiniz, amma onu necəsə dəyişdirə bilərsiniz sonradan. Çünki bu yaşa qədər çatdınızsa, artıq sizə proqramlama şansı verilib. Özünü proqramlama, öz həyatını qurma. Bəli, istənilən bir postun altına mama sözünü yazıb ödənişsiz mama terapiyaya qatıla bilərsiniz. Mama terapiya bazadır. Yəni bu əlifbanın ABC hərfi kimi bir şeydir. Buradan başlayırıq həmişə, amma ki özünü proqramlama həyat boyu baş verən bir şey olmalıdır. Çünki həyatınızın hansısa bir etapında özünü proqramlamanı buraxmaq o deməkdir ki, həyatınıza kimsə gələcək və o diktə eləyəcək ki, siz necə yaşamalısınız, necə hiss eləməlisiniz deyə. Diqqətlə dinləyin bu hissəni. Baxın, özünü proqramlama ömürlük olması gərəkən bir şeydir. Həmişə xatırlayın, həmişə yadınızda saxlayın. Əgər siz nə vaxtsa özünü proqramlamanı buraxsaz, yəni ipləri əlinizdən buraxsaz, öz qərarlarınızın, öz proqramlarınızın, öz duyğularınızın iplərini o zaman həyatınıza kimlərsə gələcək və onlar diktə eləməyə başlayacaq sizə ki, siz necə hiss etməlisiniz, necə yaşamalısınız, nə etməlisiniz. Əgər azadlıq istəyirsinizsə, azadlığın məsuliyyətini götürün. Götürmürsünüzsə, deməyin ki, niyə qaynana mane olur, qaynata söz eləyir, nə bilim, Əbülfəz mənə belə dedi. Ya da storyaya baxdı ya yox. Niyə baxmadın? Okay. Mövzuya bir işi sona çatdıra bilmirəm. Bəli, biz bayaqdan ondan danışırıq da biz. Çünki siz sona çatdıra bilmirsiniz. Çünki duyğularınızda batırsınız. Ona görə. O duyğularla baş etmə yöntəminiz olsa, siz batıb geri çəkilməyəcəksiniz. Sona çatdıra biləcəksiniz. Əks cinslə kommunikasiya qurmaq üçün özünlə, birinci özünlə kommunikasiyanı bacarmalısan. Yəni öz duyğularınla rəqs etməyi öyrənməlisən. Gəlin proqrama. Ödənişsizdir. Sales 43 yazırsınız, istənilən bir postun altına proqrama qatılırsınız. Gəlin işləyin özlərinizdə. Bəli, başlayırıq biz oradan. Baxın, əgər siz nəyəsə deyirsinizsə ki, filan şey mənə kömək eləyər, elə bir şey yoxdur. Baxın, baş ağrısı var ha, migren ya da gəlin belə bir şey deyək də. Tutaq ki, siz gəlin bunu bağlayaq, mən danışım. Ə, Tutaq ki, siz apensit olmusunuz. Tutub ağrı. Və bu ağrı tutanda siz yüksək dozajda venadan ağrı kəsici vurub sakitləşdirə bilərsiniz ağrını, düzdürmü? Sedativ bir şey vurarsınız venadan və tam elə bil ki, hiss eləmərsiniz. Sağalacaq o? Yox, sağalmayacaq. Bu bir də baş verməsin, sağalsın, düzəlsin deyə sistemli hərəkətlər etməlisiniz. Öz qayğınıza qalmalısınız. Birincisi bunu həll eləməlisiniz, həkimə getməlisiniz, müəyyən müalicəvi bir prosedurlar almalısınız. Sonra ömür boyu bu qarnınızın qeydinə qalmalısınız da belə deyərlər. İç halatınızın qeydinə qalmalısınız. Zirzibil yeməməlisiniz, diqqətli olmalısınız, dietanızın qarşısına qalmalısınız. Bir dənə sedativ ağrı kəsici ilə düzələrmi apensit? Yox. Eləcə də özünü proqramlama. Baxın, mən əgər özümü proqramlamasam, mənim də elə 5 il öncə migrenim də var idi, motivasiyasız idim, bir işi sona çatdıra bilmirdim, hamıdan zəhləm gedirdi, öz duyğularımda batırdım, insan münasibətləri qura bilmirdim, 100 dənə şey. Və indi belə mən bir il buraxsam özümü desəm ki, uf, məsuliyyət götürmürəm, heç nə eləmək istəmirəm, rədd olun hamımız və s. Həyatıma yenə elə insanlar girəcək ki, onlar diktə eləməyə başlayacaq mən necə yaşayım deyə və yenə ipləri əlimdən buraxacağam, yenə azadlığım gedəcək, yenə mən xəstə olacağam, yenə mən problemli olacağam, yenə mən heç nə eləyə bilməyəcəm. Başa düşürsünüzmü? Yəni bu ömürlük bir prosesdir. Bir şeylə yox, düşünməyin ki, bir dənə sekretli belə sirli bir çubuq var ya da sirli bir tabletka var və onu içəndə bütün dərdləriniz çıxıb gedir. Yox.
Elə bir şey deyil bu. Bu ömürlük məsuliyyətdir. Həyatını gözəl yaşamaq istəyən insanlar və yaşayan insanlar ömürlük bir məsuliyyət götürüblər. Özünü proqramlamanın məsuliyyətini. Okay? Все dostlar, mən sizinlə sağollaşıram. Mənə Olar proqramına gizli bir yerdə qeydiyyat var idi. Məncə yazılmısınızsa, nömrənizi qoymusunuzsa, hələ ki gizli qeydiyyat gedir. Qeydiyyat açıq deyil. Nömrənizi qoymusunuzsa, ən birinci sizin xəbəriniz olacaq, sonra isə izləyicilərin. Okay. Bu ayın 9-undan sonra olacaq hələ, yoxdur. Belə, sizinlə sağollaşıram. Növbəti görüşlərimizə qədər 8-9-u biz sizinlə görüşərik.